Şirkətimizin bir çox biznes planları var. Onlardan birini sizə təqdim edəcəm. Hal-hazırda qarşınızda gördüyünüz success plandır. Bu nə deməkdir? Bu deməkdir ki, siz müəyyən bir dərəcə açdıqdan sonra, bu da minimum BT 5000 dərəcəsi deməkdir. Siz artıq şirkətdən əlavə pul bonusları qazanmağa başlayırsınız. Və bu qazanclar sadəcə sizi motivasiya etmək üçün, daha da çox qazanmaq üçün gözəl bir şərait yaradır. Və indi mən sizə təqdim edəcəm, bu nədən başlayır? Baxın, gəldiniz komandamıza müəyyən vaxt sonra, yəni fərqi yoxdur, sürətlə və ya bir müddət sonra fərq etməz, yəni zamanın heç bir önəmi yoxdur. Hansı zaman siz BT 5000 dərəcəsi açırsınızsa, demək siz artıq şirkət tərəfindən 450 manat pul mükafatı qazanmaq üçün şans qazanırsınız. Şans qazanmaq nə deməkdir? Yəni siz 3 ay ardıcıl bu dərəcəni saxlamalısınız ki, bu mükafatı əldə edə biləsiniz. Bu da təbii ki, həm maaşınızdan əlavə olan bir bonusdur. Ona görə də motivasiya üçün şirkət sizə bunu dəstəkləyir ki, yəni siz ardıcıl həm maaşınızı qazanasınız, daha da sonra 3 ay sonra da və 450 manat pul mükafatını deməli qazana biləsiniz. Daha sonraki mükafat da sizə gəlir artıq BT 10.000 dərəcəsində. Burada da 950 manat pul mükafatıdır. Daha sonra siz artıq profil dərəcəsində artıq proyekt layihəsinə qoşula bilərsiniz öz istəyinizdən təbii ki. Yəni məcbur deyil. Bunu da xüsusilə vurğulayın. Bəzi hallarda düşünürlər ki, mütləq 20.000 dərəcəsi açsınsa mütləq qoşulmasın. Bu təbii ki, sizin öz istəyinizə bağlı olan bir şeydir. Müəyyən şərtləri var, onu da öyrənmək üçün mütləq müraciət edin ki, izah edeyim. Və burada da amma şirkət sizə yenə də 550 manatlıq deməli pul mükafatı verir. Nə üçün? Siz şirkətin istehsalat bölümünə, yəni ki, zavodundan gedib yaxından baxasınız ki, necə istehsal olunur və bunu gəlib komandanıza ətraflı şəkildə izah edəsiniz. 550 manat yol pulusun deyək ki, şirkət sizə bilet pulunu qarşılayır. Daha sonra biznes lider dərəcəsinə gəlirsiniz. Burada da siz qazanırsınız 3000 manat. Və bu təlim üçündür. Təlim üçün nə deməkdir? Bunu bilmək istəyirsinizsə, yenə müraciət edin. Çünki burada incəliklər var ki, gəlib bunu xüsusi sizə öyrədəm. Daha sonra, yəni ümumiyyətlə bir də qeyd edeyim ki, bu mükafat daha öncələr yadınızdadırsa, daha öncəki əməkdaşlar, mənim kimi bu dərəcəyə gələn əməkdaşlar bilir ki, bu 2500 manat deməkdir və mən də bu qazancı əldə edən əməkdaşlardanam. Yəni kimlər soruşsa ki, real bu qazancı verilir? Bəli, mən real qazanan həmin əməkdaşlardanam. İndi təbii ki, mübarizə aparırıq daha yüksək dərəcələr üçün. Baxın, qarşınızda Sapfir biznes lider dərəcəsidir. Burada da siz artıq qazanacaqsınız. Yaşayış yerinizi daha da yaxşılaşdırmaq üçün şirkət sizə demək bunun üçün dəstək, yəni ev proyekti deyək, bu layihəyə qoşulursunuzsa, şirkət sizə artıq 20.000 deməli pul mükafatı verir. Sonra Ruby biznes liderdə şirkət sizə 100.000 manat pul mükafatı verir. Daha sonra Platinumda 140.000 pul mükafatı qazanırsınız. Daha sonra Diamond biznes liderdə 210.000. Və növbətləri heç səsləndirməsəm olar, siz artıq rəqəmlərlə təxmin edəcəksiniz ki, qlobalda hansı bonus mükafatı qazanırsınız. Və sonda da bu artıq bir neçə il yenilənmiş bir Infinity dərəcəsidir. Summanı səsləndirməyəcəm. Çünki yəni həqiqətən də qeyri-adi bir dərəcədir, qeyri-adi bir dövriyyədir və bunun da xüsusi qaydaları var, incəlikləri var. Öyrənmək istəyirsinizsə yazın, sizə öyrədək ki, hansı dərəcədə, yəni hansı qaydalarla siz həqiqətən bu ekranda gördüyünüz bu qeyri-adi summanı qazana bilərsiniz. Hələ bu qazancı alan olmayıb. Bu hələ Cyber-Innovasda mümkün olan bir iş olmayıb hələ ki, amma düşünürəm olacaq, mütləq olacaq. Çünki qlobal mümkün olubsa, demək ki, Infinity'də mümkün olacaq. Yəni çox böyük bir sürpriz olar həqiqətən şirkətimiz üçün ki, belə bir summanı kimsə qazanmış olsun. Amma qlobal dərəcəsində deməli bilirik ki, bir çox əməkdaşlar artıq qazanıb bu mükafatı. Belə. Yəni bax bu qazancları siz şirkətimizə nə vaxt qoşulsanız və bu dərəcələri gəlib açsanız, həqiqətən bu mükafatları qazananlardan biri olan kimi sizə deyirəm ki, həqiqətən də bu qazanclar şirkətdə var və siz də bu qazancı əldə edə bilərsiniz. Uğur sizin öz əlinizdədir. Tək ki, həqiqətən qazanmaq istəyin və bu mükafatlar sizi gözləyir.